Özümlə danışmaqdan yoruldum artıq. Hər dəfə makyaj edəndə güzgümə baxanda özümlə danışıram. Nə qədər olur dəli kimi. Ona görə sizinlə danışacağım da. Kapatıcım qutarır. Mənə kapatıcı önərisi. Bunu işlədirəm indi. Bu qurudur. Göz altım falan. Mənə qurutmayan qəşəng ordunum. Normal kapatıcılığı olan bir dənə kapatıcı önərisində bulunun. Hoşuma gəlir bu. Siz də mənim kimi, siz belə makyaj edəndə özünüzlə danışırsınız. Ümumiyyətlə güzgümə baxanda nə vaxt gəlsəm özümlə danışıram. Bu makyaj eləmək anadan gəlmə istedaddır, yoxsa sonradan öyrənilir. Yəni 4 ildir makyaj eləyirəm universitet 1-ci kursundan bəri də, amma heç nə dəyişməyib. Heç nə dəyişməyib. Yəni mən nə makyaj eləyirəm eləyim, clean girl make-up olur. Ya da ümumiyyətlə no make-up olur. Bilmirəm, kimsə öyrətsin də bunu. Buna öyrədən kurs falan var, gəlin yazılı. Qələmim də bitib. Bu hər şeyin eyni vaxtda bitməyi çox pis bir şeydir. Həm göz karandaşı, həm kapatıcı, həm allıq, həm nəmləndirici. Adam bilmir nə alsın. iTouch podcast eləmək istəyirəm minidə. Çox sıxıldım özümlə danışmaqdan. Ona görə buradayım. We can fix it. Nothing change. O möhtəşəm pomadam. Çox sevirəm bunu. Tonist olduğuma görə, dəri alt tonum yazı olduğuma görə. Mənə çox yaxşı düşür. Düzdür, indi bu işıqda içini görmüşsünüz, amma nəysə. Bu kadar. Bye.